Salam dostlar. Biz artıq bugün giriş hissəni bitirdik. Chapter 1-i bitirdik, fəsil 1-i bitirdik yəni. Bugün artıq biraz daha yavaş-yavaş biraz dərinliklərə getməyə başlayacağıq. Bugün də çoxlu terminlər öyrənəcəyik foundation səviyyəsində və inşallah başlayaq. Chapter 2, yəni fəsil 2, Key Concepts of Service Management. Xidmət idarə etməsinin əsas anlayışları adında bir chapterdır. Beləliklə, istəyirsə başlayaq. Demək, dostlar, təşkilatlar və fərdlər tərəfindən ITI-nin əsas anlayışları, bu sözə diqqət edin. Təşkilatlar və fərdlər tərəfindən, həm təşkilat, həm fərdlər şəxs olaraq tərəfindən ITI-nin əsas anlayışları və terminologiyasının ümumi anlayışı real dünyada xidmətlərin idarə edilməsi problemlərini həll etmək üçün bu təlimatdan səmərəli istifadə etmək üçün çox vacibdir. Yəni, bu anlayışları, terminologiyanı bilmək, problemləri həll etməkdə səmərəli, doğru, düzgün, vaxtında həll etmək üçün çox vacibdir. Yəni, bu məqsədlə də bu fəsildə xidmətlərin idarə edilməsinin ən mühüm anlayışlarından bəzilərini görmüş olacaq. Həmçinin də o cümlədən the nature of value and value co-creation, dəyərin təbiəti, dəyər haqqında öyrənəcəyik, value co-creation nədir öyrənəcəyik, organization öyrənəcəyik, service providers öyrənəcəyik, service consumer öyrənəcəyik və other stakeholders, yəni digər maraqlı tərəflərin biləcəyi nədir, products nədir, və service nədir, onu öyrənəcəyik. Service relationship nədir, onu öyrənəcəyik. Value-nu biləcəyik nədir, value-nun özü nə gətirdiyi outcomes-lar, costs, risklər, məbləğlər, yəni cost, maliyyələr də, belə deyək, maliyyətlər, risklər. Bu anlayışları inşallah bugün biz necə deyirlər, öyrənməyə çalışacağıq. Bugünkü dərsim ümumiyyətlə çox böyük, uzun olacaq. Çox uzun olacaq. Amma görüm alındıra bilsəm, 2 hissəli eləyərəm, davamı gəlsə, yorulmasa, inşallah biz bunu bir hissəli olaraq, chapter 2 olaraq davam eləyəcəyik. Deməli, dostlar, bu anlayışlar təbiətindən və əsas texnologiyasına asılı olmayaraq bütün təşkilatlara və xidmətlərə aiddir. Okay? Ancaq qeyd edilməli olan ilk şey və ən əsas sual nədir? Xidmətin idarə edilməsi nədir? Ümumiyyətlə, bu xidmət idarə edilməsi anlayışı nədir? Bunu bilmək lazımdır. Service management uşaqlar, müştərilər üçün xidmətlər şəklində dəyər yaratmağı təmin edən, diqqət edin, baxın, gördün, burada definition gəlib burada. Deməli, nədir? A set of specialist organizational capabilities for enabling value for customers in the form of services. Yəni bunu belə deyək də, Azərbaycan əsasən ingilis dilində tutmaq olur mənasını. Amma Azərbaycan dilində belə çevirsək, müştərilər üçün xidmətlər şəklində dəyər yaratmağı təmin edən ixtisaslaşmış təşkilati bacarıqlar toplusudur. Tamam mı? Okay, burada sual olunur. Bəs ixtisaslaşmış təşkilati bacarıqlar nə deməkdir? Yəni bu anlayış nədir? Deməli dostlar, ixtisaslaşmış təşkilati bacarıqlar bu bir təşkilatın, bir organizationın, bir şirkətin, bir firmanın, belə deyək, artıq nə deyiriksə ona, xidmət yaratmaq, təqdim etmək və idarə etmək üçün malik olduğu xüsusi bilik, təcrübə, proseslər, resurslar və texnologiyaların birləşimidir. Bu ixtisaslaşmış təşkilati bacarıqlar budur. Deməli, ixtisaslaşmış təşkilati bacarıqlar deyəndə nə nəzərdə tutulur? Həmin təşkilatın xidməti yaratmaq və təqdim etmək və eyni zamanda idarə etmək üçün həmin təşkilatda mövcud olan xüsusi bilik, təcrübə, proseslər, resurslar və texnologiyaların birləşməsidir. Bu bacarıqların adi əməliyyatlardan fərqli olaraq müştəriyə dəyər yaratmaq məqsədi ilə formalaşdırılmış və optimallaşdırılmışdır. Aydındır, ümid edirəm. Okay. Gəlin bu biraz həssas mövzudur. Okay, biraz da açaq. Yəni bu bacarıqlar təşkilatın xidmət sahəsində
peşəkarlaşmış və məqsədyönlü şəkildə inkişaf etdirdiyi imkanlardır. Yəni məqsədyönlü ki, məsələn, sırf bu dəyər üçün, sırf bu iş üçün formalaşdırılmış, peşəkarlaşdırılmış və məqsədyönlü şəkildə inkişaf elətdirilmiş imkanlardır. Nədir bunlar? Məsəl üçün, xidmət dizaynı və planlaşdırılması, xidmətin davamlılığı və keyfiyyətinin təminatı, məsəl üçün, müştəri ilə effektiv ünsiyyət və dəstək, daha sonra problemlərin və insidentlərin idarə olunması, texnoloji platformalar və resursların düzgün istifadəsi. Biz bu yuxarıdakı tərifdə, bax görürsünüz, bax yuxarıdakı tərifdə ixtisaslaşmış xüsusi bacarıqlar, təşkilati bacarıqlar deyəndə aşağıdakıların başa düşülməsi tələb edilir bizdən. The nature of value, yəni dəyərin təbiəti, the nature and scope of stakeholders involved, cəlb edilmiş the nature and cəlb edilmiş maraqlı tərəflərin skopu və təbiəti və how value creation is enabled through services. Yəni xidmətlər vasitəsilə dəyər necə yaradılır? Okeymi? Bax biz bunları başa düşməliyik ki, o zaman ixtisaslaşmış təşkilati bacarıqların bu ifadəni anlamış olacaq. Deməli dostlar, burada əlavə bizə ITIL hekayəsi verilib. Gəlin ona da nəzər yetirək, görək bu Su xanım nə deyir. Deməli Su xanım deyir ki, Axel şirkətində bizim xidmətimiz səyahət təcrübəsidir. Və biz bu xidməti müştərilərimizə həm onlar, həm də Axel üçün dəyər yaratmaq məqsədi ilə təqdim edirik. Xidmət idarə etməsi bu dəyərin formalaşmasında, reallaşmasında kömək edir. Nə demək istəyir? Bu Su xanım nə demək istəyir? Su xanım demək istəyir ki, Axel şirkəti insanlara səyahət etməklə bağlı rahat və xoş təcrübə yaratmağa çalışır. Bu xidməti təqdim etməklə, diqqət edin, həm müştərilər razı qalır, həm də şirkət qazanc eləyir. Aydın oldu? Deməli, sən müştərilərini xoş təcrübə yaratmağa çalışmaqla eyni zamanda nə qazanırsan? Həm müştəri qazanır, razı qalır bundan, həm də şirkət qazanc əldə edir. Xidmət idarə etməsi isə bu işin düzgün və faydalı şəkildə görülməsinə kömək edən üsul və qaydalardır. Yəni, xidmət idarə etməsi, Axel'ın müştəriyə maşını necə təqdim etməsi, sifarişi necə idarə etməsi, problemləri necə həll etməsi və ümumilikdə götürsək, xidmətin keyfiyyətinin necə qorunması ilə bağlı bütün işləri əhatə edir xidmətin idarə etməsi. Ümid edirəm, başa düşürsünüz dostlar. Çünki bunlar çox vacib, önəmli mövzulardır. Deməli, ITIL hekayəsində Axel'ın müştəriləri görə nə fikirləşir? Deməli, Axel avtomobil icarə şirkətinin tez-tez xidmət göstərdiyi bu 3 müştərimiz var. Onların ümumiyyətlə fikirləri ilə tanış olacaq və biz inşallah hekayə davam etdikcə onları daha yaxından tanıyacaq. Deməli, bunlardan biri də İçikadır. İçika universitet tələbəsidir və hazırda tətilə çıxıb. Onun konkret planı yoxdur, sadəcə musiqi festivallarına getmək istəyir. Bundan başqa səyahəti çox çevikdir. Yəni istədiyi vaxt planı dəyişə bilər. O deməli texnologiyadan yaxşı istifadə etməyə bacarır, yaxşı baş çıxardır və yeni tətbiqlərə, həllərə tez uyğunlaşır. Deməli İçika rəqəmsal xidmətləri sınamaqdan və yeni şeylər öyrənməkdən, onları sınamaqdan, onları istifadə etməkdən və eyni zamanda yeni şeylər öyrənməkdən zövq alan bir müştərimizdir. Daha sonra Faruq var. Faruq yaxın zamanda təqaüdə çıxıb və adətən tək səyahət edir. O düşüncəli insandır və yeni texnologiyalar öyrənməkdən və istifadə etməkdən zövq alır. Faruq səyahət planlarını tez-tez yolda dəyişir. Çünki şəxsi və ya sağlamlıqla bağlı ehtiyacları dəyişə bilər. Görürsünüz nə qədər fərqli müştərilərimiz var, dostlar. İndi bunun səbəbi növbəti səhifələrdə aydın olacaq ki, niyə fərqli? Biri tələbədir, biri təqaüdçüdür.
İndi isə növbəti Amelia'nı tanıyaq. Food for Fuel adlı üzvü qida paylama şirkətində obyektlərə üzrə menecerdir. Şirkətin baş ofisi Londonun mərkəzində yerləşir, amma müştərilərin çoxu hardadır? Müştərinin çoxu hamısı regionlardadır, yəni bölgələrdədir. Bu bölgələrə ictimai nəqliyyatla getmək çətin, etibarsız və baha başa gəlir şirkətə. Buna görə də Food for Fuel satış əməkdaşlarına avtomobil verir ki, onlar müştəriləri rahat və vaxtında ziyarət edə bilsinlər. İndi bunlarla tanış olduq. Bunlarla niyə tanış olduq? Niyə fərqli-fərqli adamlardır? İnşallah biz növbəti səhifələrdə biləcəyik ki, bu səbəbi nədir? Bunları bizə açıqlamaqda, kitabın bunları bizə yazmaqda məqsədi nədir? Okay. Gəldi value və value co-creation-a. Okay, əla. Key message nədir bizdə? Bir təşkilatın məqsədi maraqlı tərəflər üçün, ingiliscə nədir? Stakeholders. Maraqlı tərəflər üçün dəyər yaratmaqdır. Dostlar, burada elə sözün Azərbaycan dilindən doğru tərcüməsini vurğulamaq istəyirəm. Maraqlı tərəflər. Yəni bir təşkilatın maraqlı tərəfləri olur da. Necə deyim? O şirkətdə marağı olan həm şirkət daxili, bunu gələcəkdə keçəcək, həm şirkət xarici şəxslər olur ki, onlar stakeholderlar gedir. Yəni onlar şirkətin inkişafında, şirkətin belə necə deyim, dəyər qazanmasında maraqlı olurlar. Ona görə onlara stakeholder maraqlı tərəflər deyilir. Ümid edirəm aydındır. The purpose of an organization is to create value for stakeholders. Yəni bir təşkilatın məqsədi maraqlı tərəflər üçün dəyər yaratmaqdır. Deməli dəyər termini burada qeyd olunur. Deməli dəyər termini xidmət idarə etməsində mütəmadi olaraq istifadə olunur. Bu söz çox vacibdir. Bu sözü yaxşı yadda saxlamaq lazımdır və yaxşı öyrənmək lazımdır. Və ITIL 4-ün əsas diqqət mərkəzindədir. Bu səbəbə görə. Buna görə də bu anlayışı aydın şəkildə başa düşməli, izah edilməlidir. Deməli şey nədir? Gəlin bunun tərcüməsinə baxaq. Definition, açıqlaması, belə deyək də tərifi deyək. Okay. Tərifində nə deyir? Tərifində deyir ki, dəyər bir şeyin qəbul edilən faydası, istifadəyə yararlılığı və əhəmiyyətidir. The perceived benefits, usefulness and importance of something. Yəni bir şeyin qəbul edilən, hər hansı bir şeyin qəbul edilən faydası, istifadəyə yararlılığı və əhəmiyyəti. Deməli bu tərifin mahiyyətində belə bir anlayış var ki, dəyər maraqlı tərəflərin baxış bucağından asılıdır. Diqqət edin, bu kəlməyə diqqət edin. Diqqət edin nədir? Tərifin mahiyyətində belə bir anlayış var. Tərif necə idi? Bir şeyin qəbul edilən faydası, istifadəyə yararlığı və əhəmiyyəti. İndi keçdik bu sözə. Dəyər maraqlı tərəflərin baxış bucağından asılıdır. İstər xidmətin müştəriləri, istər istifadəçiləri olsun. İstərsə də xidməti göstərən təşkilatın üzvləri, dəyər subyektivdir. Ümumiyyətlə bu kəlməni yaddasan. Dəyər subyektivdir. Tərifindən də aydın oldu. Yəni sənə görə bir restoranda otururuq. Sənə görə dəyər nədir? O restoranın ab-havası, environmentı, mühiti. Amma mənə görə məsəl üçün atıram nümunə olaraq, mənə görə o restoranın dəyəri nədir? Oradakı olan qiymətlər, münasib qiymətlər. Deməli dəyər nədir? Subyektivdir. Yəni dəyər maraqlı tərəflərin baxış bucağından nədir? Asılıdır. Ona görə də okay, bu dəyər çox vacibdir, bu kəlmə, bu termin. Onu biraz da açım. Yəni bir şeyin dəyərli olub olmaması hər kəsin öz baxışına görə dəyişə bilər. Məsələn, bayaq iki nümunədən biraz fərqli nümunə verək. Götürək bayaqki müştərilərimizə. Məsələn, İKEA üçün Aksel'dan maşın götürmək festivallara rahat getmək deməkdir. Bayaqları nə deyildi? İKEA haqqında danışdıq. Bu onun üçün dəyərlidir. Demək, İKEA üçün dəyərli nədir? Aksel'dan maşın götürüb festivallara getmək. Amma Amelia var idi. Onun üçün dəyər nə anlama gəlirdi? Onun üçün dəyər maşın işçilərin bölgələrə vaxtında çatması üçündür. Bir vasitədir. Bu da onun üçün dəyərli. Yəni bu nə deməkdir? Görürsünüz, hər bir müştəri də eyni zamanda bir təşkilatın maraqlı tərəfi sayılır. Onun üçün nədir? Dəyər bu anlamda. Hər üçün bir fərqli bir anlamı kəsb edir dəyər. Amma eyni xidmət başqası üçün
başqa bir şəxs üçün o qədər də vacib görünməyə bilər. Yəni sənin üçün məsələn qiymət başqası, mənim üçün bir restorandakı münasib qiymət uyğundursa, başqasının imkanı daha çoxdur. Deyək mənim üçün məsələn oradakı sakitçilik, oranın mühiti daha önəmlidir. Ona görə də deyirlər ki, uşaqlar, ITL dəyəri müəyyən etmək üçün müştərinin və digər maraqlı tərəflərin baxışını nəzərə almaq vacibdir. ITL nə deyir? Dəyəri müəyyən etmək üçün sən müştərini görməlisən. Maraqlı tərəflərin baxışını nəzərə almalısan. Tamam mı? Ümid edirəm ki, bu mövzu aydın oldu, dəyər mövzusu. Çünki çox vacib mövzudur. Gələk keçək value co-creation-a. Deməli, value co-creation, deməli dostlar, bir zamanlar xidmət təminatçısı, yəni service provider, belə deyək, kimi tanınan təşkilatlar öz rollarını müştəri dəyər çatdırmaq kimi görürdülər. Yəni, sanki bir, necə deyərlər, bir çatdırılma şirkətidir, bağlamanı bir binaya gətirdi, çıxdı, getdi. Yəni, o tipdə görürdülər. Bu yanaşma xidmət təminatçısı ilə xidmət istifadəçisi, yəni müştəri arasında münasibətləri bir tərəfli və uzaq kimi qəbul edildi. Yəni, təminatçı xidməti təqdim edir, istifadəçi isə dəyəri qəbul edir. İstifadəçi bu dəyərin yaradılmasında heç bir rol oynamır. Bu isə real həyatda mövcud olan çox mürəkkəb və qarşılıqlı asılı xidmət münasibətlərini nəzərə almır. Okay, yəni biraz da açsaq, biraz da şeyləsək, keçmişdə şirkətlər düşünürdülər ki, onlar sadəcə bir xidmət verirlər. Müştəri də onu alır. Vəssalam, sanki bir bağlamanı göndərmək kimi. Müştəri sadəcə qəbul edən tərəfdir, onun heç bir rolu yoxdur. Yəni, bu yanlış anlayışdır. Amma bu yanaşma dediyim kimi səhvdir. Çünki real həyatda müştəri də xidmətin dəyərli olması üçün aktiv iştirak eləməlidir, aktiv rol oynamalıdır. Məsələn, İçika, getirən yenə bayaqki tələbə xanıma, düzgün tətbiqdən istifadə eləməsə, aksın xidməti onun üçün faydalı ola bilməz. Daha sonra, məsələn, Amelia, işçilərin maşından düzgün istifadə etməsə, şirkət üçün dəyər yaranmaz həmçinin. Yəni, xidmətin dəyəri həm təminatçı, həm istifadəçi tərəfindən birlikdə yaradılır. Diqqət edin dostlar, xidmətin dəyəri nə zaman xidmət dəyərli olur? Həm təminatçı, həm də istifadəçi iştirak eləsi və onlar birlikdə bu dəyəri yaradırlar. Getdikcə də daha çox təşkilatlar anlayırlar ki, dəyər aktiv əməkdaşlıq yolu ilə xidmət təminatçıları, istifadəçiləri və bu xidmət münasibətlərində iştirak edən digər təşkilatlar arasında birgə yaradılır. Xidmət təminatçıları artıq müştərilər üçün nəyin dəyərli olduğunu tək başına müəyyən etməyə çalışmamalıdır. Əksinə, qarşılıqlı, faydalı və interaktiv münasibətlər qurmağa çalışmalıdırlar. Bu münasibətlər müştəriləri xidmət dəyər zəncirində yaradıcı tərəfdaşlara çevirməyə imkan verəcək. Xidmət dəyər zəncirindəki maraqlı tərəflər tələblərin müəyyənləşdirilməsinə, xidmət həllərinin dizaynına, hətta xidmətin yaradılmasına və təqdim olunmasına töhfə verirlər. Yəni, məsələn, artıq şirkətlər başa düşürlər ki, dəyər yalnız xidmət verən tərəfindən yox, həm də müştəri ilə birlikdə yaradılır. Yəni, şirkət müştəri ilə ünsiyyət qurmalı, onun ehtiyaclarını dinləməli, müştəri də xidmətin necə olacağına təsir etməli, fikirlərini bölüşməli və aktiv bir şəkildə iştirak etməlidir. Və bütün bunların sonunda bu əməkdaşlıq nəticəsində ortaya çıxan xidmət həm faydalı, həm də dəyərli olur. Məsələn, buna bir Axel-ın kontekstində misal göstərsəm, məsələn, İçka tətbiq üzərinə öz ehtiyaclarını rahat bildirə bilirsə, bayaq dediyimiz kimi, Axel onun üçün daha uyğun maşın təqdim edə bilər. Amelia şirkətin işçiləri Axel ilə əməkdaşlıq edərək marşrutları və istifadə qaydalarını paylaşırsa, deməli xidmət daha effektiv olacaq da, başa düşürsünüzmü? Yəni win-win olacaq artıq. Yəni hər iki tərəf qazanmış olacaq. Okay, burada dəyər haqqında Axel şirkətinin əməkdaşlarının fikirlərinə baxaq. Görək Marko nə deyir? Marko deyir ki,
biz yeni və sərfəli bir təklif təqdim etməyə planlaşdırırıq. Hər rezervasiyaya əlavə olaraq bir gün əlavə avtomobil icarəsi verəcəyik. Necə ki, o bizdə, məsələn, otellər artıq qış aylarında nə deyir? Bir gecə qalana ikinci gecə hədiyyə. Və eyni zamanda da burada da Marko daha bir yeni bir təklif irəli sürür. Deyir ki, təklif təqdim etməyi planlaşdırır, yeni bir təklif. Hər rezervasiyaya əlavə bir gün, məsələn, bir gün avtomobil icarəsi götürdün, əlavə bir gündə hədiyyə verilir. Okey, super, əla. İndi baxa görə Henry nə deyir bu barədə? Henry deyir ki, amma unutmayaq ki, dəyər, bayaqki məsələyə gəlib çıxır. Dəyər hər kəs üçün fərqli mənaya gəlir. Yəni, Axel müxtəlif müştəri qruplarına xidmət göstərir və onların hər birinin avtomobil icarəsi ilə bağlı özünə məxsus ehtiyacları var. Gördünüz? Biz əmin olmalıyıq ki, bu xidmətlərimizdə etdiyimiz hər bir dəyişiklik müştərilərimiz üçün həqiqətən də hansısa formada dəyər yaradır. Yəni, bu Henry abi deyir ki, hər bir müştəri üçün faydalı olan şey fərqlidir. Yəni, sənin üçün bayaq dediyim kimi faydalı olan bir şey mənim üçün önəmsiz ola bilər. Yəni, Axel'ın müştərilər də deyir ki, müxtəlifdir. Bayaq baxdıq, İçika tələbədir, Faruq təqaüdçüdür, Amelia şirkət nümayəndəsidir, satış əməkdaşlarına rəhbərlik eləyir və onların hər birinin ehtiyacı da fərqlidir, başqa cürdür. Ona görə də şirkət xidmətlərdə dəyişiklik edəndə mütləq düşünməlidir ki, bu dəyişiklik müştərilər üçün doğrudan da faydalı olacaqmı? Və bu sualı özünə verəcəkdir. İndi gəlin görək bu Axel şirkətinin müştəriləri bu təklif haqqında nə deyir? Baxışaq İçika xanımdan. İçika xanım deyir ki, mənim üçün dəyər sərbəst hərəkət etmək imkanıdır. Səyahətimin rahat, problemsiz və çevik olmasını istəyirəm. Elektron poçt siyahılarına və aboneliklərə yalnız mənə uyğun olduqda qoşuluram. Tez-tez qısa səfərlər edirəm və nadir hallarda eyni yerə ikinci dəfə gedirəm. Avtomobil icarəsində diqqət, əlavə bir gün təklifi hər zaman planlarıma uyğun olmaya bilər. Gördünüz mü dostlar? Yəni nə baş verdi? Yəni bu Markonun təklif elədiyi yeni təklif, yəni İçika üçün uyğun deyil. Yəni onun üçün bu dəyər bu deyil artıq. İndi görə Faruq üçün dəyər nədir? Mən tez-tez səyahət etmirəm. Ona görə də şəxsi avtomobilim yoxdur. Mənim üçün avtomobil icarəsi xidmətinin dəyəri ehtiyacım olan anda üzr istəyirəm, mənə uyğun avtomobilin əlçatan olmasıdır. İldə avtomobil icarəsini xərclədiyim pul öz maşınımın saxlanılması və idarə olunmasından daha ucuz başa gəlir. Dəyər büdcəmə uyğun olması deməkdir. Deməli, Faruq üçün dəyər nədir? Büdcəyə uyğun olmasıdır. Təqaüddə olduğum üçün deyir. Vaxtım çevikdir, çox az öhdəliyim və təcil işim olur. Tətilə çıxanda planlarım bir neçə gün əvvəldən qururam. Avtomobil icarəsində əlavə bir gün təklifi mənim üçün həqiqətən dəyərlidir. Görürsünüz, artıq bu təklif Faruq üçün nədir? Deyir, mənim üçün vacibdir, yəni dəyərlidir. Faruq üçün dəyər büdcəyə uyğun, rahat və ehtiyac olduqda əlçatan avtomobil deməkdir. Demək, onun üçün dəyər anlayışı budur. O öz maşını olmadığı üçün Axel xidmətindən istifadə edir və əlavə bir gün təklifi onun üçün həqiqətən də faydalıdır. Çünki planlarını tez-tez dəyişə bilir və vaxt məhdudiyyəti də yoxdur. Deməli, bu İçikanın fikrindən fərqlidir. Bildiyiniz kimi, Henry'nin dediyi kimi nə oldu? Hər müştəri üçün dəyər anlayışı fərqlidir. Okey, baxaq Amelia nə deyir? Amelia xanım deyir ki, Food for Fuel şirkəti üçün avtomobil icarəsinin dəyəri iki əsas səbəbdən ibarətdir. Demək, birincisi, müştərilərimizə çatmaq imkanımız olmalıdır. İkincisi, öz avtomobil parkımızı idarə etmək əvəzinə maşın icarəyə götürməklə xərcləri və riskləri azaltmaq istəyirik. Mən satış nümayəndələri və əməkdaşlar üçün mütəmadi olaraq avtomobil icarəsi sifarişi edirəm və xidmətin sabit və etibarlı olmasını yüksək qiymətləndirirəm. Bizdə səyahət və avtomobil icarəsi əvvəlcədən planlaşdırılır və adətən günlük icarə kifayət edir. Ona görə də əlavə bir gün avtomobil icarəsi bizim təşkilat üçün o qədər də dəyərli deyil. Yəni, Amelia xanım deyir ki,
Dəyər müştərilərə vaxtında çatmaqdır bizim üçün və xərcləri azaltmağımızdır bizim üçün. Şirkət maşınları günlük və planlı şəkildə icarəyə götürür. Ona görə də Axel-ın əlavə bir gün kampaniyası onlar üçün faydalı deyil. Çünki artıq planlaşdırılmış işə əlavə gün lazım olmur. Yəni onlar işlərini nə edirlər? Qabaqcadan planlaşdırırlar. Bu da onu göstərir ki, hər müştəri qrupu üçün dəyər anlayışı fərqlidir. Demək, İçqa üçün çeviklik, Faruk üçün büdcəyə uyğunluq, Amelia üçün isə sabitlik və planlıqdır. Baxaq görə Henry müəllim nə deyir? Deyir, biz həmçinin Axel üçün dəyərin necə yaradıldığını başa düşməliyik. Maşınlarımızı icarəyə verdikdə əldə etdiyimiz ən aydın dəyər bizim gəlirlərimizdir. Xidmət istifadəçiləri üçün dəyər ehtiyac olduqda avtomobilə asan çıxış imkanıdır. Yəni özü də şəxsi avtomobil sahibi olmağın ümumi xərcləri olmadı. Hər iki halda dəyərin yaranması üçün bu iki tərəfin birləşməsi vacibdir. Bu şəkildə biz xidmət münasibətləri vasitəsilə dəyəri birgə yaratmış olarıq. Yəni çox sadə bir izahla desək, Henry deyir ki, Axel üçün dəyər pul qazanmaqdır. Doğru dildə desək, müştəri üçün dəyər rahat və sərfəli şəkildə maşın istifadə etməkdir. Bu iki tərəf birlikdə işlədikdə nə baş verəcək? Yəni Axel xidmət verir, müştəri onu düzgün istifadə edir və nəticədə nə yaranır? Dəyər yaranır. Yəni dəyər təkcə bir tərəfdən yox, hər iki tərəfin əməkdaşlığı ilə formalaşır ki, bu da ITIL-in dəyərin birgə yaradılması prinsipinə tam uyğundur. Okey. Keçək. Ümid edirəm bu mövzu aydın oldu və ümid edirəm ki, daha rahat bir şəkildə sizə izah etmiş oldum. İkinci fəslin ikinci mövzusuna keçək. Təşkilatlar, service provider, service consumers və other stakeholders, yəni digər maraqlı tərəflər. Deməli dostlar, xidmət idarə etməsində çoxsaylı maraqlı tərəflər mövcuddur və onların hər biri xidmət formasında dəyərin yaradılması kontekstində başa düşülməlidir. Yəni ilk olaraq təşkilat termini izah edilməlidir. Yəni xidmət idarə etməsində bir çox fərqli insanlar və qurumlar iştirak edir. Müştərilər, istifadəçilər, təminatçılar və s. Bu insanların hər biri xidmətin yaradılmasında rol oynayırlar. Bu anlayışları başa düşmək üçün əvvəlcə təşkilat, organization nədir, onu izah edir. Deməli, keçək tərifimizə. Organization. Dostlar, organization, diqqət edin. Gəlin, ingiliscəsini birinci deyək. A person or a group of people that has its own functions with responsibilities, authorities and relationships to achieve its objectives. Yəni, öz funksiyaları, məsuliyyətləri, səlahiyyətləri və əlaqələri olan, diqqət, bir şəxs və insan qrupu. Hansı ki, bunlar məqsədlərinə çatmaq üçün birlikdə fəaliyyət göstərən strukturdur. Yəni, təşkilat, daha da biraz rahat açın, bir və ya bir neçə nəfərin ortaq məqsəd üçün birlikdə işlədiyi bir qurumdur. Bu insanlar arasında vəzifə bölgüsü, səlahiyyətlər və əməkdaşlıq əlaqələri olur. Məsələn, Axel şirkətini götürək, Axel bir təşkilatdır. Burada müxtəlif insanlar, menecerlər, texnik heyət, satış komandası hamısı birlikdə çalışır ki, onların hamısının məqsədi nədir? Müştərilərə avtomobil icarəsi xidməti neynəsini təqdim edə bilsinlər. Okey. Deməli belə. Okey. Deməli dostlar, təşkilatlar ölçü və mürəkkəblik baxımından bir-birinə fərqlənirlər. Həmçinin hüquqi subyektlərlə olan əlaqələrinə görə. Bu, bir nəfərdən və ya bir komandadan tutmuş ortaq məqsədlər, əlaqələr, səlahiyyətlərlə birləşmiş hüquqi subyektlər şəbəkəsinə qədər ola bilər.
Cəmiyyətlər və iqtisadiyyatlar inkişaf etdikcə təşkilatlar arasındakı və daxilindəki münasibətlər daha da mürəkkəbləşir. Hər bir təşkilat öz fəaliyyətində və inkişafında digər təşkilatlardan asılıdır. Təşkilatlar müzakirə olunan mövzuya görə fərqli rollarda çıxış edə bilərlər. Məsələn, macəra tətilləri təşkil edən bir şirkət bir turizm agentliyinə tətil satdıqda nə baş verir? O olur ki, həmin şirkət olur xidmət təminatçısı. Eyni zamanda da hava limanı transferi xidmətini başqa bir şirkətdən aldıqda xidmət istifadəçisi rolunu oynayır. Yəni, biraz da açaq. Yəni, təşkilatlar, şirkətlər və qurumlar çox fərqli ölçüdə və formada ola bilər. Bəziləri sadəcə bir nəfərdən ibarət ola bilər. Bəziləri isə bir neçə şirkətdən, holding ola bilər, böyük bir şəbəkə ola bilər. Və zaman keçdikcə bu təşkilatlar arasında olan əlaqələr daha mürəkkəb və qarşılıqlı asılı olur. Yəni, heç bir təşkilat tək başına işləyə bilmir, dostlar. Hamısı bir-birinə ya xidmət alır, ya da xidmət verir. Yəni, bir təşkilat eyni anda həm xidmət verən, həm də xidmət alan ola bilər. Məsələn, bir şirkət turizm agentliyə tətil paketi satırsa nə olur? Bu xidmət təminatçısıdır. Eyni şirkət hava limanı transferi üçün başqa bir şirkətdən xidmət alırsa, eyni zamanda bu nə olur? Artıq xidmətin istifadəçisi olur. Okey, keçək digər mövzumuza, service providerə. Okey, service provider. Deməli, service providerdə əsas mesaj, key message nədir? Xidmət təqdim edərkən, dostlar, təşkilat xidmət təminatçısı, service provider olur. Həmin rolu öz üzərinə götürür. Bu təminatçı müştərinin təşkilatından kənarda ola bilər. Yaxud da hər ikisi eyni təşkilatın bir hissəsi ola bilər. Yəni, bir şirkət, məsələn, Axel götürək. Kiməsə xidmət göstərirsə, nə olur? Olur xidmət təminatçısı. Yəni, service provider. Bu xidməti alan şəxs və ya qurum, hansı ki, Axel'ın xidmətlərini, başqa bir şirkət ola bilər. Məsələn, Amelia Food for Fuel şirkəti. Və eyni zamanda da eyni şirkətin başqa bir şöbəsi də ola bilər. Okey, bunu belə deyək də. Məsələn, bir şirkətin daxilində IT departamenti var. IT departamenti nədir? Başqa şöbələrə xidmət verir. Okey, nə olur? Service provider rolunu oynayır. Deməli, bu daxildədir. Deməli, ITSM-in ənənəvi yanaşmalarında bu hissə diqqət edin. ITSM-in ənənəvi yanaşmalarında xidmət təminatçısı adətən şirkətin IT şöbəsi kimi görülür. Digər şöbələr və funksional bölmələr isə xidmət istifadəçiləri sayılır. Lakin bu çox sadə bir təminatçı və istifadəçi modelidir. Yəni, bəsit başa düşülən modeldir. Xidmət təminatçısı açıq bazarda digər bizneslərə və fərdi müştərilərə də xidmət sata bilər. Yaxud da xidmət alyansının bir hissəsi olaraq digər təşkilatlara əməkdaşlıq edə bilər. Əsas məsələ odur ki, xidmət təminatçısı rolundakı təşkilat konkret vəziyyətdə öz istifadəçilərini və əlaqəli xidmət münasibətlərindəki digər maraqlı tərəflərini dəqiq tanısın. Yəni, əvvəllər IT şöbəsi şirkət daxilində xidmət verən əsas təminatçı sayılırdı. Digər şöbələr isə yəni nə olurdu? Həmin xidmətin istifadəçisi olurdu. Amma bu model çox sadədir və real həyatda daha geniş və mürəkkəb xidmət münasibətləri də mövcuddur. Məsələn, bir şirkət başqa şirkətlərə, fərdi insanlara xidmət sata bilər və ya bir neçə şirkət birləşib birlikdə xidmət təqdim edə bilər. Amma hamısının əsası odur ki, xidmət verən təşkilat öz müştərilərini və digər maraqlı tərəfləri yaxşı tanısın ki, onlara düzgün əməkdaşlıq qura bilsin. Okey. Deməli, burada Henry abimiz də nəsə bir fikri var. Henry abi nə deyir? Deyir ki, Axel avtomobil icarə şirkəti xidmət təminatçısı kimi fəaliyyət göstərir. Biz müştərilər üçün avtomobil icarəsi xidməti təqdim edirik. Eyni zamanda digər təşkilatlar, məsələn, mexaniklər və avtomobilləri aldığımız şirkətlər nə olur? Avtomatik Axel üçün xidmət təminatçısı rolunu oynayırlar. Yəni, Henry abimiz deyir ki, Axel müştərilərə xidmət göstərir. Yəni, xidmət təminatçısıdır.
Amma Axel özü də eyni zamanda başqa şirkətlərdən xidmət alır. Məsələn, avtomobil təsisatçıları, servis ustaları. Bu zaman Axel hansı rolu icra etmiş olur? Xidmətin istifadəçisi rolunu icra etmiş olur. Ümid edirəm bu anlayışlar da aydındır sizə. Keçək service consumer, yəni xidməti istifadə edən, türk dilində tükətən bu. Əsas mesaj, əsas fikir nədir? Təşkilat hər hansı bir xidməti qəbul edəndə o xidmət istifadəçisi olur. Yəni service consumer olur. Yəni bir şirkət başqa bir şirkətdən xidmət aldıqda o artıq xidməti alan rolundadır. Xidmət istehsalçısı xidmət münasibətlərinin quruluşunu izah etməyi asanlaşdırmaq üçün istifadə olunan ümumi bir roldur. Xidmət istehlakçısı. Okay? İnşallah bunları keçəcək. Əslində isə xidmətin istifadə olunmasında, dostlar, xidmətin istifadə olunmasında. Baxın, bu. Customer, user və sponsor. Sponsor kimi daha konkret rollar iştirak edir. Bu rollar ayrı-ayrılıqda ola bilər və birləşmiş şəkildə də çıxış edə bilər. Məsələn, əgər bir şirkət öz əməkdaşları üçün mobil telefon xidmətləri almaq istəyirsə və bu xidməti mobil operator xidmət təminatçısı təqdim edirsə, o zaman xidmət istehlakçısı rolları belə bölüşdürülə bilər. Gəlin baxaq. Okay, belə eləyəm. Deməli, informasiya üzrə baş direktor, CIO və əsas rabitə komandası üzvləri müştəri rolunu yerinə yetirir. Onlar əməkdaşların mobil rabitə ehtiyaclarını təhlil edir, operatorlarla müqavilə bağlayır və xidmətin müqaviləyə uyğun şəkildə göstərilməsini izləyirlər. Daha sonra maliyyə üzrə baş direktor, CFO, sponsor rolunu yerinə yetirir. Niyə? Çünki o təklif olunan xidmət razılaşmasını nəzərdən keçirir və müqavilənin dəyərini təsdiqləyir. Əməkdaşlar, yəni userlar istifadəçi rolunu oynayır. Niyə? Çünki onlar mobil telefon xidmətlərini sifariş edir, qəbul edir, müqaviləyə uyğun bir şəkildə istifadə edirlər. Deməli, xidmət consumers, yəni istifadəçisi 3 rolda baxacaq ona. Customer, sponsor və user. Okay, başqa bir nümunədə eyni mobil operatorun fərdi müştərisi deyək. Mobil şəbəkədən istifadə edən şəxs eyni zamanda nə olur? Həm istifadəçi olur, həm müştəri olur, həm də sponsor olur. Yəni bir şəxs öz mobil xidmətini özü seçir, özü üçün ödəyir və özü istifadə edir. Bu zaman o bütün rolları nə etmiş olur? Öz üzərində tətbiq etmiş olur. Deməli belə. Baxaq ITIL hekayəsində Axel'ın xidmət istehlakçıları, yəni servis consumerlar haqqında düşüncələri, fikirləri nədir? Deməli, Su xanım deyir ki, bizim ən açıq-aşkar xidmət istehlakçılarımız avtomobillərimizi icarəyə götürən, ofislərimizi ziyarət edən və veb saytımızdan və bron tətbiqimizdən istifadə edən insanlar və təşkilatlardır. Məsələn, İçqa və Faruq xidmət istehlakçılarıdır. Food for Fuel şirkəti də elədir. Onlar eyni zamanda bizim nədir? Müştərilərimizdir. Görək Redika xanım nə deyir? Redika xanım deyir ki, xidmət istifadəçiləri bizim xidmətlərimizdən istifadə edən insanlardır. Avtomobil icarəsi xidmətində istifadəçilər bizim nəqliyyat vasitələrimizdə olan sürücülər və sərnişinlərdir. Yəni, bunlar kimlərdir? İstifadəçilər. Okay, görün Marko'nun bu haqda fikri nədir? Marko deyir ki, sponsorlar haqqında deyir, o deyir, büdcəni təsdiqləyən şəxslərdir. Yəni, Axcar şirkəti üçün sponsorlara Food for Fuel şirkətinin Amelia daxil. O səyahət etməsə də, o özü səyahət büdcəsini təsdiq edir. Okay. Henry nə deyir? Fərdi xidmət istehlakçıları, məsələn, İçqa və Faruq öz büdcələrini özləri təsdiqləyir. Avtomobil icarəsi üçün tələbləri müəyyənləşdirir və avtomobilləri özləri idarə edirlər. Bu səbəbdən İçqa və Faruq eyni anda sponsor, müştəri və istifadəsi, yəni user rolunu oynayırlar.
Bəzən isə onlar səfəri dostları və ailə üzvləri ilə paylaşa bilər. Bu halda onların müqaviləsində başqa istifadəçilər də rol almış olur. Deməli dostlar, xidmət münasibətlərində bu rolları müəyyən etməyə effektiv ünsiyyət və maraqlı tərəflərin idarə olunması üçün çox vacibdir. Yəni şirkət təşkilat olaraq sən kimlə necə danışacağı bu şəkildə effektiv deyir. Görürsünüz, qeyd edilir ki, effektiv ünsiyyət. Effektiv ünsiyyət üçün. Baxın. Effective communication. Yəni bu rolları sən bilməlisən ki, müştərilərlə effektiv communication və maraqlı tərəfləri, yəni müştəriləri yaxşı idarə edə biləsən. Bu çox vacibdir. Çünki bu rolların hər biri xidmətlərdən fərqli. Bəzən isə ziddiyyətli və gözləntilərə sahib ola bilər. Yəni ziddiyyətli gözləntilərə sahib ola bilər və dəyəri fərqli şəkildə qiymətləndirə bilərlər. Yəni belə deyək, customer, yəni tələbləri qoyan üçün dəyər fərqli ola bilər, user üçün dəyər fərqli ola bilər. Yəni bu xidməti istifadə edən üçün fərqli ola bilər. Yəni bu ziddiyyətlər ola bilər. Yəni ona görə bir xidmət verən şirkət, service provider müştərilərini, bu rollarda çıxış edən müştərilərini yaxşı tanımalıdır. Yəni bir xidmətin istifadəçisi onu rahatlıq üçün istəyir. Sponsor isə onun xərclərinə baxır. Müştəri isə nəticəyə fokuslanır. Yəni mən görüm nəticəyə əldə eləmişəm yoxsa yox. Ona görə də bu rolları düzgün ayırmaq lazımdır ki, ünsiyyət düzgün qurulsun və heç kim narazı qalmasın. Okay. Keçək digər other stakeholders-a. Okay. Deməli dostlar, xidmət idarəçiliyinin və ITIL-in əsas məqsədlərindən biri təşkilatların xidmət münasibətləri vasitəsilə müştərilərlə birlikdə dəyər yaratmasıdır. Bu prosesdə yalnız xidmət təminatçısı və xidmət istehlakçısı deyil, həm də bir çox digər maraqlı tərəflər iştirak edir ki, onlara da, baxın, bunlar daxildir. Xidməti təmin edən şirkətin əməkdaşları, tərəfdaşlar və təsisatçılar, investorlar və səhmdarlar, dövlət qurumları, məsələn, tənzimləyici orqanlar, vergi xidməti, Fövqəladə Hallar Nazirliyi nümunə olaraq deyirəm. Sosial qruplar və ictimaiyyət. Təşkilatın uğurlu olması və mövcudluğunu davam etdirmək üçün bu maraqlı tərəflərlə düzgün münasibətləri düzgün başa düşmək və onları idarə etmək çox vacibdir. Əgər bu insanlar təşkilatın nə etdiyindən və necə etdiyindən narazı olsalar, bu müştərilərə olan münasibətlərə də eyni zamanda zərər verə bilər və sondakı dəyəri ala bilmərik. Məhsullar və xidmətlər müxtəlif yollarla maraqlı tərəflər üçün dəyər yaradır. Bəzən bu dəyər birbaşa olur, məsələn, gəlir əldə etmək. Bəzən isə dolayı yollar olur. Məsələn, əməkdaşın iş təcrübəsinin yaxşılaşdırılması. Okay? Deməli, kitabda göstərilən cədvəl 2.1 var. Müxtəlif maraqlı tərəflər üçün bizə dəyər nümunələrini təqdim edir bu cədvəldə. Okay. Deməli, başlayaq. Məsələn, başda xidmət istehlakçıları. Məsələn, bunlar. Xidmət isə belə aşağı düşək onda. Okay. Xidmət istehlakçıları, onlar üçün dəyər nümunəsi nədir? Məsələn, maraqlı tərəflərdir bunlar. Service consumers, xidmət istehlakçıları, xidmət verənlər, təminatçıları, xidmət təminatçıların əməkdaşı. Bunlar hamısı maraqlı tərəflərdir. İndi gəlin bunları bir-bir izah edək. Demək, xidmət istehlakçıları, yəni consumerlar, tükəticilər üçün dəyər anlayışı nədir, dəyər nümunəsi nədir? Əldə olunan faydalar, xərclərin və risklərin optimallaşdırılması. Okay? Service provider, yəni xidmət təminatçısı. Onun üçün dəyər nədir? Müştəridən gələn maliyyə, biznesin inkişafı, imicin yaxşılaşması. Okay? Service provider employees, yəni xidmət təminatçısının əməkdaşları, maliyyə və qeyri-maliyyə təşviqləri, karyera və peşəkar inkişaf və məqsəd hissi. Society and community, yəni cəmiyyət və ictimaiyyət. Yəni iş yerləri, vergi gəlirləri, təşkilatın cəmiyyətin inkişafına verdiyi və töhfə.
Charity organization, buna xeyriyyə təşkilatları, xeyriyyə təşkilatları deyilir. Onlar elə bir digər təşkilatlardan alınan maliyyə və qeyri-maliyyə dəstəkləri onlar üçün dəyərdir. Shareholders var. Bunlar səhmdarlar deyirlər. Bunlara maliyyə gəlirlər. Məsələn, dividendlər, güvən və sabitlik. Okay. İndi keçək products and services, yəni məhsullar və xidmətlər. Yəni bu bölümdə ITIL çərçivəsində xidmət nə deməkdir? Məhsulla necə əlaqələrdir? Bu mövzular izah olunacaq. Başlayaq configuring resources for value creation. Deməli, burada dostlar, əsas fikir nədir? Deməli, əsas fikirdə qeyd olunur ki, təşkilatların təqdim etdiyi xidmətlər onların məhsullarına əsaslanır. Təşkilatlar müxtəlif resurslara sahibdir və ya onlara çıxış imkanına malikdir. Məsələn, insanlar, əməkdaşlar, məlumat və texnologiya, dəyər axınları və proseslər, tərəfdaşlar və təchizatlar. Bunları yəqin ki, xatırlayırıq. 4 ölçü. Deməli, dostlar, məhsullar. Bu resursların deməli, bu resursların məhsullar nədir? Bu resursların təşkilat tərəfindən birləşdirilərək yaradılan konfiqurasiyalardır. Bu məhsullar müştərilər üçün potensial dəyər yarada bilər və xidmətlərin əsasını təşkil edir. Okeymi? Başlayaq təriflərdən. Təriflər nədir? Xidmət, yəni service. Müştərinin istədiyi nəticələri əldə etməsinə kömək edən vasitədir. Müştəri bu nəticələri əldə etmək üçün xərcləri və riskləri özü idarə etməyə ehtiyac duyulur. Görürsünüz? Without the customer having to manage specific cost and risk. Okay. Product, yəni məhsul, təşkilatın malik olduğu resursların birləşdirilməsi ilə yaradılan bir şeydir. Məqsəd nədir? Məqsəd bu məhsulun müştəri üçün dəyər yaratmasıdır. Məsələn, bir mobil tətbiq, bir avtomobil, bir proqram təminatı və s. Okay. Deməli, dostlar, hər bir məhsul təşkilat tərəfindən müəyyən hədəf müştəri qrupları üçün hazırlanır. Bu məhsullar həmin qrupların ehtiyaclarına uyğunlaşdırılır ki, onlara uyğun gəlsin və dəyər yaratsın. Bir məhsul yalnız bir müştəri qrupu üçün nəzərdə tutulur. O bir neçə fərqli qrupun ehtiyaclarını qarşılaya bilər. Məsələn, bir proqram təminatı həm fərdi istifadəçilər üçün, məsələn, light versiyası ola bilər, həm də şirkətlər, corporation, yəni organization, təşkilatlar üçün, şirkətlər üçün daha geniş funksiyalı korporativ versiyada təqdim ola bilər. Məhsullar adətən çox hissəli və mürəkkəb olur və onların bütün hissələri müştəriyə görünmür. Müştərinin gördüyü ancaq hansı hissədir? Məhsulun yalnız bir parçasıdır. Amma məhsulun arxasında onu işlək vəziyyətdə saxlayan bir çox daxili komponentlər var. Təşkilatlar qərar verir ki, müştəriyə hansı hissələr göstərilsin və bu hissələr hədəf müştəri qruplarına uyğunlaşdırılır. Məsələn, sadə bir nümunə deyək. Məsələn, bir mobil tətbiqin istifadəçi üçün görünən hissəsi onun nə idi? İnterfeysi və funksiyaları. Amma arxa planda nədir? Serverlər var, məlumat bazaları var, təhlükəsizlik sistemləri var, texniki dəstək komandası işləyir və bunlar müştəriyə görünmür. Amma məhsulun işləməsi üçün nədir? Bunlar çox vacibdir. Okay, service offering. Dostlar, artıq 49 dəqiqədir biz dərsimiz davam edir. Sıxıcı olmasın deyə. İnşallah bu hissəni, chapter'ın ikinci hissəsində növbəti dərsdə izah edəcəyik. İnşallah ümid edirəm faydalı olmuşdur. Ümid edirəm növbəti dərsdə inşallah görüşərik. Çox sağ olun, təşəkkür edirəm dinlədiyiniz üçün.